Salam, mən Əsədzadə Fatimə Ramil qızı. Salam, mən Rızadə Rəna Xalıq qızı. Yenbot komandası üzrə Beynəlxalq SAP 2025 İnnovasiya və Sahibkarlıq kateqoriyası üzrə təqdimat edirəm. Layihəmizin məqsədi ev heyvanlarının uzaqdan yemlənməsidir. Smart Feed sistemi ilə insanlar heyvanlarını uzaqdan yemləyə, həm də görə bilərlər. Bu, həm insan əməyini minimuma endirir, həm də yem israfının qarşısını almaq üçündür. Sistemimiz Arduino platformasında C++ dilində hazırlanmışdır. Kamera modulu vasitəsilə heyvanlarımıza görə, eyni zamanda qırılma və çatlamalara qarşı siqnal vasitəsilə qırılma çatlamalar olan zaman xəbərdar ola bilərik. Eyni zamanda temperatur modulu vasitəsilə otağın temperaturunu da ölçə bilərik. Bu layihəmiz sahibsiz heyvanlar üçün də keçərlidir. Sahibsiz heyvanları uzaqdan yemlənməsini təmin etmək üçün bu layihəmizdən istifadə oluna bilər. İndi isə biz sizə layihəmizin iş prinsipini təqdim edək. İndi isə sizə ev heyvanlarımızın uzaqdan bəslənilməsini və idarə olunmasını göstərmək istəyirik. Biz ev heyvanlarımızı bəsləmək üçün IP adresdən istifadə edirik. Kodu isə Arduino'da SS Plus dilində yazmışıq. Bu qurğu vasitəsilə ev heyvanlarımızın uzaqdan bəslənilməsini riayət edirik. Bu kamera vasitəsilə biz heyvanlarımızı görə bilirik. Bu sensor vasitəsilə temperaturu ölçüb, bu sensor vasitəsilə çatlama daşmalar zamanı xəbərdarlıq alırıq. Təqdimatımız bu qədərdir. Dinlədiyiniz üçün təşəkkür.